Həbib ibn Məzahir o qədər İmam Həsən əleyhissalamı istəyirdi ki, onun üçün darıxırdı. Axırda Həbibin atası İmam Əli əleyhissalama məktub yazır ki, mənim oğlum bir dənə xəstəliyə tutulub ki, onun çarəsi sənin evindədir. O da Əba Əbdillahül Hüseyni görməkdir. Səndən xahiş edirəm. Bir gün bizə qonaq gəlin. Bir İmam Əli əleyhissalam yanında İmam Həsən əleyhissalamı da götürür, İmam Həsəni də götürür, gəlirlər. Gəlirlər və xəbər də çatır Həbibə ki, filan vaxtı gələcəyik səninlə bir qonaq. Sizə qonaq gələcəyik. O intizardan deyir, Həbib çıxır, deyir, evin bir damına, başlayır gözləməyə ki, görüm nə vaxt gələr mənim ağam. Mənim ağalarım nə vaxt gələrlər. O intizarda deyir, Həbib deyir, orada ayağı bir büdrəyir, yıxılır.